risk faktorları biraz geniş bir kavramdır. Çünki baş ağrısının alt qrupları o qədər çoxdur ki, növləri. Hər növündə özünə görə fərqli risk qrupu da ola bilir. Ümumi ələ aldığımızda baş ağrıları birincili və ikincili baş ağrıları var ki, birincili baş ağrıları altında hər hansı bir səbəb olmadan ortaya çıxan, orqanik bir səbəb tapa bilmədiyimiz baş ağrılarıdır. Onun özünün də alt qrupları vardır. İkincili baş ağrıları isə hər hansı bir səbəbə bağlı bir xəstəlik vardır, bir şey vardır, ona bağlı baş ağrısı ortaya çıxır. Daha çox burada primer olaraq o xəstəliyə odaqlanıb, onun müalicəsi nəticəsində də baş ağrısını deyək ki, çözmüş oluruq. Və əsas daha çox el arasında yayılan deyək ki, bu birincili baş ağrılarıdır ki, birinci baş ağrılarının ən çox görülən əslində gərilim baş ağrıları, stres, gərginlik faktorlarına bağlı ortaya çıxan baş ağrısıdır. Amma bu insanları çox-çox rahatsız etmədiyi üçün, yəni şiddət olaraq, bizə xəstələr daha çox migren baş ağrısı ilə müraciət edirlər. Çünki migren şiddətinə görə gərilim baş ağrısından daha şiddətli xəstələrin həyati fəaliyyətini daha çox etkiləyən bir ağrıdır deyim.